Deməli, formatlaşdırma işləri deyəndə oldu. Homelink tabı, sesdə lint qrupu. İndi nəyə fikir verəcəyik? Bir var Excel'də Namebooks anlayışı, bir də var formula bar. Bu hissə Namebooks adlanır. Bu hissə də formula bardır. Namebooksda nələr yazılır desə, ad ünvan qutusudur. Yəni seçilmiş xananın ünvanı göstərilir. S1 xanasını seçmişəmsə də, burada Namebooks-da S1-i göstərir. Ancaq formula bar hissəsində düstur göstərilir, funksiya göstərilir. Bu işarələrdən verir, soruşur ki, bunların mənaları nədir? X deyəndə funksiyanı və yaxud da ki, əməliyyatı yekunlaşdırmaq üçün nəzərdə tutulubdur. Daha sonra var bu qaliçka işarəsi. Nə iş görür? Funksiyanın yekunlaşdığını bildirir. Yəni əməliyyatın sona çatdığını bildirir. Fx düyməsi də funksiya əlavə etmək düyməsidir. X funksiyadan, əməliyyatdan imtina, bu qaliçka olan əməliyyatın və yaxud da ki, funksiyanın hər iki tipdə salır, yekunlaşdığını bildirir. Fx düyməsi də funksiyanın əlavə olunmasını. Şəkli salıbdır, dəfələrlə də soruşubdur, yadınızda qalsın. Daha sonra Excel'də sütunlar hərflərlə işarə olunur. Hərflərlə. Bunlar mənim sütunlarımdır. Sətirlər isə rəqəmlərlə işarə olunur. Bu içindəkilər sətirlər adlanır. Deməli, sütunlar hərflərlə, sətirlər isə rəqəmlərlə işarə olunur. Daha sonra sizə nə düşür? Excel'də vərəq əlavə etmənin yolları düşür. Vərəq əlavə etmənin yollarını çalışaq ki, əzbərə bilək, çünki hər birindən verə bilər. Yəni, bir neçə yolu var. Vərəq əlavə edirəm. Bir buradakı plus işarəsindən. Yeni vərəq əlavə olunur. Vərəq əlavə edirəm. Home link tabında, ses link qrupunda insert əmri. Insert'in içərisində insert sheet var. Buradan da yeni vərəq əlavə edə bilərəm. Yeni vərəq əlavə etmənin klaviatura qarşılığı Shift F11 düyməsidir. Dəfələrlə düşür. Yadınızda qalsın. Shift F11. Daha sonra vərəq əlavə etmənin yolu. Vərəqin üzərində dururam. Mouse'un sağ düyməsini vururam. Kontekst menyu açılır. Kontekst menyunun içərisində yenə də insert əmri var. Insert'ü vurduğum zaman burada vərəqlərin növü var. Bu vərəqlərin növünü bir vaxtı dəfələrlə imtahana salıbdılar, amma indi görmürəm saldıqlarını. Amma baza sualıdır. Düşə bilər, yadınızda qalsın. Desək ki, vərəqin neçə növü var? Vərəqin 4 növü var. Worksheet'dir, chatdır, makrodur, bir də ki, dialoqdur. Baxın, vərəq əlavə etdiyim plus düyməsindən. Vərəq əlavə etdiyim home link tabında ses link qrupu, insert əmrindən, insert sheetdən. Və yaxud da ki, klaviaturadan Shift F11 düyməsindən və yaxud da vərəqin üzərində dururam, mouse'un sağ düyməsini vururam. Kontekst menyu açılır. Açılan kontekst menyuda insert əmri var. Burada vərəqlərin növləri var. Vərəqin növləri yadda qalsın. Worksheet, chat, makro, bir də ki, dialoq. Buradan da yeni vərəq əlavə edə bilirəm. Eyni qayda ilə bayaqlarım necə ki, formatdan vərəqi gizlədirdim, sətri, sütunu, xananı, bunları gizlədirdim. Eyni ilə də vərəqin üzərində durub, kontekst menyudan hide bölməsindən vərəqimi gizlədə bilirəm. Vərəqin üzərində dururam, unhide var. Unhide vurduğum zaman göstərilir ki, sheet 4-ü gizlədibsən. Yenidən aktiv eləyirəm. Yəni, tez-tez salır və yadınızda da qalsın. Daha sonra Excel'dən nə düşər?
Excelin əsas struktur elementi. Necə ki Word-ün əsas struktur elementi simvol idi, Excelin də əsas struktur elementi xanadır. Xana, yadda qalsın. Daha sonra Word-də maksimum 16 vərəq çap olunurdu, amma Excel-də 1 vərəq çap olunur. Word-də 16-dır, Excel-də də 1-dir. Bundan sonra PowerPoint-i keçəcəm. Onun da printində 9 vərəq çap olunur. Fayl menyusu eyni ilə Word-dəki kimidir. Save-dir, save as-dir, open-dır, close-dur. Bunların da hər birinə baxarsınız, təkrar Word-dəkindən eynidir. Daha sonra nə düşə bilər? Number-i salır, şəkillə də salır sizə. Lent tabında soruşubdur, lent qrupunda soruşubdur. Bu şəkli versə, görürsünüz ki, ədədlərlə bağlıdır. Yəni, yuvarlaqlaşdırmaqdır, faizdir, dollardır, valyuta, yəni əlavə etməkdir. Daha sonra onluq ayırmaqdır. Bunların hər biri number, elə ədəddir, lent qrupunda yerləşir. Şəkil veribdir, lent qrupunu soruşubdur. Şəkil veribdir, lent qrupu şəklində, lent tabını soruşubdur. Bunu bu tipdə gördünüzsə də Home lent tabında yerləşir. Daha sonra düşür ki, bunların hansılar Excelin əsas tablarına aiddir və yaxud da ki, Word-ün əsas tablarına aiddir. Bu kimi suallar salır təzəlikcə dim. Ona görə yadınızda qalsın. Formulas ancaq Excel-dədir. Düşür ki, bunlardan hansılar, bu lent tablarından daha doğrusu, hansılar Word-ün əsas tablarına aid deyil. Tez-tez də formulası verir. Formulas bircə dənə Excel-dədir. Datanın özü Excel-dədir. Page layout-ın özü Excel-dədir. Yadınızda qalsın. Daha sonra nə düşür? Sort, seç demək. Düşür ki, sort əmri hansı lent tablarında yerləşir? Sort bir yerləşir Home lent tabında. Bir də yerləşir datanın içərisində. Sort filter həm datada var, həm də ki Home lent tabında var. Bu da yadınızda qalsın. Daha sonra şriftin ölçüsü. Şriftin ölçüsü 8-72 aralığında yerləşir. Desək ki, Excel-də şriftin ölçüsü nə qədərdir? 8-72 aralığı, susmaya görə də 11-dir. Yəni Word-dən eynidir. Amma burada bir fərqlilik var. Test işləyəndə görəsiniz. Yekunlaşdırım, sonra test işləyəndə orada, yəni diqqət edəndə görəsiniz. Susmaya görə sözünü işlədəndə. Misal üçün, desək ki, Excel-də susmaya görə şriftin ölçüsü nə qədərdir? Deyəcəm ki, 11. Excel-də şriftin susmaya görə minimum ölçüsü 8, maksimum ölçüsü 72. Amma susmaya görə sözünü işlətməsə, eləcə desək ki, Excel-də şriftin ölçüsü nə qədərdir? Şriftin ölçüsü 1-dir, minimum 1-dir. Amma maksimum 409-dur. Baxın, o tipli sual düşübdür və testdə də var. Susmaya görə ifadəsini işlətməsə minimum 1-dir, maksimumdakı 409-dur. Bu da yadınızda qalsın. Daha sonra nə nəzəri hissələr varsa da testi işləyəndə burada, testin üzərində də həmin nəzəri hissələri göstərəcəm. Çünki tablardan sizə sual gəlmir Word-dəki kimi. Ancaq imtahanda olub hansı sualları görmüşəmsə də sual götürəndə həmən nəzəri hissələr sizə deyəcəm ki, sizdən ötürü çox söz yığını olmasın. Nəyi sizə izah edəcəm? Xanaların, sətirlərin, bir də ki, sütunların sayılması, amma ondan öncə yadımdan çıxmamış bir şey də deyim. Desək ki, vərəqin adında. Vərəq şitlə işarə olundu, bildiniz. Desək ki, Excel-i açdığım zaman, yəni proqramı ilkin açdığım zaman neçə vərəq görsənir? Deyəcəm ki, 1 vərəq görsənir, çünki şit 1-dir. Birinci açanda şit 1-dir, sonraki vərəqləri də mən əlavə etmişəm. Sual versə ki, bir işçi vərəqin adında
Maksimum neçə simvol ola bilər? Bir işçi vərəqin adında maksimum 31 simvoldan istifadə etmək olar. Bəs mən vərəqi adlandıranda hansı simvollardan istifadə edə bilmərəm? Mənə elə gəlir ki, bu imtahanda düşmüşdü o sual. Hə, müəllimə var idi. Var idi də. Bəli. Düzmü götürmüşdü Səidə? Yox. İndi diqqətli olaq. Vərəqi adlandıran zaman hansı simvollardan istifadə etmək olmaz? Sual işarəsidir, qoşa nöqtədir, ulduzdur, 2 dənə əyri sleşdir, bir də ki, transkripsiyalardır. O, mötərizənin fərqli formaları. Deməli, ulduz, sual, qoşa nöqtə, transkripsiya, 2 dənə də əyri sleşlər. Vərəqi adlandıran zaman bunlardan istifadə etmək olmaz. Sizə də düz sleşi vermişdi ki, hansından Bəli. istifadə etmək olar. Onu deyəcəkdim. Hə, mən götürüb transkripsiya götürmüşdüm. Yaxşı eləmişdi. Bir də olmaz müəllimə. İnşallah. Ona görə həmişə deyirəm, diqqətli olun. Fərqli bir şey salmır valla. Sadəcə diqqətiniz olsa, sadə şeylərdir. Xanaların, sətirlərin, bir də sütunların sayılması var. Tez-tez də imtahana onlardan düşübdür. Sətir, sütun, xanaların sayılması. Necə sayılır? Qoşa nöqtə görsəniz, diapazon adlanır. Xanaların düzbucaqlı şəklində yerləşməsidir. O diapazondur. Biri də var, nöqtəli vergül və yaxud da ki, vergüllə verir. Onlar da adlanır interval. İndi xana, sətir, sütunu necə sayıram? Misal üçün, mənə verir A2 qoşa nöqtə S9. Deyir ki, burada sətirləri say ki, mən sətirlərim nə qədərdir? Sətirləri necə sayırdım? Sətirlər, bayaqlarım dedim ki, rəqəmlə işarə olunur, sütunlarda hərflərlə işarə olunur. Sətirləri sayanda ikinci xanada, yəni ikinci sütununda verilmiş sətirdən, sətir rəqəmi daxı 9-dan çıxıram birinci sətri, yəni 2-ni. 9-dan 2-ni çıxdım, neçələrdir? 7. 7-nin də üstünə 1 əlavə edirəm. Sual verir, deyir A2 S9 diapazonunda sətirlərin sayı nə qədərdir? İkinci sətirdən, yəni 9-dan birinci sətrimi çıxıram, yəni 2-ni, üstünə də 1 əlavə edirəm. Elədi mənim sətirlərimin sayı 8 dənə. Daha sonra deyir ki, bəs burada mənim sütunlarımın sayı nə qədərdir? Sütunların sayı deyəndə, sütunlar da hərflərlə işarə olunur. A-dan S-yə qədər neçə dənə sütunum var? A da daxildir, S də daxildir. A, B, S. Deməli mənim A2, S9 diapazonunda 3 dənə sütunum var. A, B, S. Elədi 3. Daha sonra deyir ki, A2, S9-da xanaların sayını tap. Xanaların sayını necə tapırdım? Sətrin sayı vurulur sütunun sayına. Yəni 8-i vururam 3-ə, eləyir 24. Tapıram ki, mənim xanamın sayı 24-dür. Bir də deyirəm. A2-S9 diapazonunda sətirlərimin sayı nə qədərdir? Sətr işarə olundu rəqəmlə. İkinci sətrimdən birinci sətrimi çıxdım, üstünə 1 əlavə etdim. Daha sonra sütunlarımın sayını soruşur. Sütunlarım işarə olundu hərflərlə. A-dan S-yə qədər neçə sütunum var? A, B, S. 3 dənə sütunum. Daha sonra deyir ki, A2, S9 diapazonunda xanaların sayı. Xananın sayı deyəndə də sətr vurulur sütuna, tapılır xananın sayı.
Yadınızda saxlayın. Xananın sayını soruşanda sətri sütunu tapmamış, xananın sayını tapmaq olmur. Sətri tapdın, sütunu tapdın, bir-birinə vurdun, xanaların sayını tapmış oldun. Bu oldu sətr, sütun, xanaların sayılması. Biri də var ünvanlar. Elektron cədvəldə, yəni Excel-də 3 cürə ünvan var. Nisbidir. Gözləyin bir dənə adapteri taxım, zaretka keçməsin. Excel-də var nisbi ünvan, var mütləq ünvan, bir də var qarışıq ünvan. İndi nisbi ünvan necə tapıram? Mütləqi necə tapıram? Qarışığı necə tapıram? Nisbi ünvan deyəndə sütun bir də sətirdən ibarət ünvan nisbi ünvandır. Sütun və sətir. Sütundan, sətirdən ibarət ünvan gördünüzsə də nisbi ünvan sayılır. Amma misal üçün deyirsiniz ki, bu tipdə ünvan nisbi ünvan deyil. Yəni deyim bunu nisbi ünvan götürmür. Amma A, B, C verər, yazılar misal üçün 78. Bu nisbi ünvandır. Amma S7, A6 deyəndə onu nisbi ünvan şəklində götürmür. Testlərdə var, işləyəndə lap yaxşı biləsiniz. Amma bu tipdə verilsə götürür. Nisbi ünvan sütun, bir də sətirdən ibarət ünvandır. Daha sonra var mütləq ünvan. Mütləq ünvan ən sadəsidir. Həm sütunun, həm də sətrin qarşısında mütləq və mütləq dollar işarəsi olmalıdır. Misal üçün, dollar A, dollar 5 deyirəm. Həm sütunumun qarşısında dollar işarəsi var, həm də sətrimin qarşısında dollar işarəsi var. Yadınızda qalsın ki, dollar işarəsi verdisə də deməli mütləq ünvandır. Bəs qarışıq ünvan nədir? Qarışıq ünvanda ya sütunun qarşısında dollar olur, sətirdə olmur, ya da sətirdə dollar olur, sütunda olmur. Misal üçün, dollar B4 deyirəm. Ya sütunda dollar işarəsi olur, sətirdə olmur. Və yaxud da ki, B dollar 5. Sütunda dollar işarəsi olmur, sətrin qarşısında dollar olur. Deməli, nisbi ünvan deyəndə sütun sətirdən ibarət olan ünvandır. Mütləq ünvan deyəndə həm sütunun, həm sətrin qarşısında dollar işarəsi olmalıdır. Qarışıq ünvan da deyəndə ya sütunun qarşısında dollar olur, sətirdə olmur və yaxud da sətrin qarşısında dollar işarəsi olur, sütunda olmur. Əsas fikir verəcəyiniz odur ki, sətr rəqəmdən işarə olunur, sütunda hərflə. Bunu tutdunuzsa da, yəni bunu başa düşməkdə heç bir çətinlik yoxdur. Birini də izah edirəm nəyi? Düsturların köçürülməsini. İmtahanda tez-tez düşür düsturların köçürülməsində. Misal üçün, sizə necə sual verə bilər? Deyir ki, misal üçün, A içxanasında yazıram. Misal üçün bunu verir. Deyirəm ki, bunu indi köçürək B4-ə. Düsturu köçürəndə əsasən nələrə fikir verməliyəm?
Qarşısında dollar işarəsi olanlar köçürülmədə heç zaman dəyişmir. Amma köçürülmədə ilk öncə nəyə baxıram? Bir var A3 xanası, bir də var B4. İndi mən A3-dən B4-ə köçürüləndə nəyə fikir verirəm? Deyirəm ki, görəsən mən sətirlərimin, sütunlarımın sayı neçə vahid artır? İlk öncə bura baxıram ki, mən düsturu köçürəndə qarışıqlıq olmasın. Bilim ki, necə köçürəcəm. A sütunundan yol gəlibdi B sütununa. Neçə vahid yol gəlibdi? Bir vahid. A-dan B-yə bir vahid yol gəlibdi. Sətirlərimin sayı neçə vahiddir? 3-dən 4-ə gəlibdi. Sətirdə rəqəmdən işarə olunur axı. Deməli, mənim həm sütunum, həm də sətrim bir vahid artıbdı. Deməli, mən düsturu köçürəndə bunları nəzərə almalıyam. Həm sətirdə, həm də ki sütunda. Amma düstur köçürəndə qarşısında dollar işarəsi olanlar necə var, elə də qalır. Yəni dollar B, dollar 6 dəyişilmir. Dollar B, dollar 6. Necə var, elə də köçürürəm. İndi A, dollar 2. Dollar 2 olduğu kimi qalacaqdı. Nəyə görə? Sətrin qarşısında dollar var. Amma mənim sütunum dəyişilməlidir. A-dan qabaqda dollar var? Yox. Deməli, mən bunu dəyişməliyəm. Gəl baxıram bura. Bayaqlarım nə dedim mən? Dedim ki, sütunumun sayı bir vahid artıbdır. A-dan B-yə gəlibdir. Burada da yenə bir vahid artacaqdır. Qoy neyin olmasın. Misal üçün B-dən B-dən artacaqdı, C-yə gələcəkdi. Sütunun bir vahidi artır axı. Deməli, C dollar 2 plus 12-də olduğu kimi qalır. Sonda verilən rəqəmlər heç zaman dəyişilmir. Necə var, o tipdə də qalmalıdır. Misal üçün, birini də izah edirəm. Deyirəm ki, B3-dən, B2-dən. Cıvabatın. Bəli, müəllim. Cıvabatın, bunu köçür. Deməli, Amma izah birinci olduğu eləyək. kimi qalır. Birinci olduğu kimi qalır ki, hər ikisinin qarşısında dollar işarəsi var. Ha. Sonra ikinci B2-dən C4-ə gəlib 2 vahid artıb da müəllim. A, B, C olacaq. B-dən C-yə sütun neçə vahid artıbdı Gülabatın? B-dən C, 1-dir. Birdir. 1-dir. Deməli A Olacaq. B, olacaqdı B B. dollar 6-da olduğu kimi qalır. Ha. Sonra dollar B-də yenə olduğu kimi qalır. Hı. 4-də indi 2-dən 4-ə 2 vahid artıb deyə 6 olacaq. Ay sağ ol. 11-də olduğu kimi qalacaq mənim. 11 də olduğu kimi qalır. İndi bir dəfə də mən deyim. B2-dən gəlibdi C4-ə. Sütunum B-dən C-yə gəlibdi. Bir vahid artıbdı. Sətrim 2-dən 4-ə gəlibdi. 2 vahid artıbdı. Qarşısında dedim, dollar olanlar dəyişilmir. Dollar C, dollar 5 olduğu kimi köçürüldü. İndi A dollar 6. Dollar 6 olduğu kimi köçürüləcəkdi, amma A sütunum dəyişiləcəkdi. Nəyə görə? Çünki baxıram ki, B-dən C-yə gəlib bir vahid artıbdısa da, deməli mən də köçürən zaman bir vahid artırmalıyam. A-dan B-yə gələcəkdi. Bir vahid yol gəldi, deməli bir vahid artdı. B dollar 6. Daha sonra dollar B 4. Qarşısında dollar işarəsi olan dəyişilmədi. Deməli, sütunum dəyişilmir.
Dollar B olduğu kimi köçürülür, amma sətrimin qarşısında dollar yoxdur. Burada da baxıram ki, sətrim neçədən neçəyə gəlmişdi? 2-dən 4-ə. Deməli, 2 vahid artdı. 2 dənə yol gəldi. 4-dən 6-ya olacaqdı. Dollar B 6, 11 də olduğu kimi qalır. Sondakı rəqəmlər heç vaxt köçürülmədə dəyişilmir. Başa düşdünüz? Kim nəyə başa düşmədi, indidən desin, gələn dərs funksiyaları keçəcəm. Aynur, Səidə Aydındır. bildik bunları. Bəli, müəllimə, bilirəm mən bunu. Hamı bildi. Heç kimdə qaranlıq qalmadı ki. Nəsə bilmədiniz, Xeyr, elə müəllimə. olanda çəkinməyin. Həmid, sualınız var? Xeyr, müəllimə yoxdur. Tamam. Gələn dərs funksiyaları izah eləyəcəm. Onu da bu dərsi, bunları necə izah elədimsə də onu da o tipdə. Funksiyalar izah eləyəndən sonra bir də testin üstündə işlədəcəm. Yəni onda lap yaxşı biləsiniz. Biri var əzbərçilik kimi olsun. Biri də var ki, praktik eləyəsiniz. Yəni üstündə işləyəsiniz. Üstündə işlədəcəm, hamısını lap yaxşı biləsiniz. Bunların özlərinin də testlərini işlədəcəm. Aydındır. Aydındır müəllimə, çox sağ olun. Siz sağ olun. Çıxa bilərsiniz. Rekordları atacam yenə də hər ehtimala. Digərləri də baxar. Tamam, Oldu müəllimə. gecəniz Güzel. xeyir. Sağ olun. Gecəniz Sağ olun. xeyir müəllimə, sağ olun. Xeyrə qarşı. Siz sağ olun. Siz sağ olun.